Allaha and olsun, bunu mən bir alimdən eşitmişəm. Amma Allahım şahiddir deyirəm. Olur da ki, adamın fikri tam üst-üstə düşür. Eşitmişəm, amma demişəm Allah haqqı mən də bu fikirdəydim. Peyğəmbərin ən böyük möcüzəsi İmam Hüseyndir. İmam Hüseyn möcüzədə sizə zarafat gəlməz. Zarafat məsələ deyil. Adam atıya bu qədər ağlamır, anaya bu qədər yanmır. Ona görə bəziləri çaşıb izah tapanmır, ərəbə niyə ağlayır, başa düşmür, görməyib belə şey. Başa düşmür ki, ərəb məsələsi, əcəb məsələsi deyil, tamam başqa məsələdir. Mənim fitrətimlə, yaradılışımla bağlı məsələdir. Nə ərəb, nə əcəm. İnsanlığın, ruhun məsələsidir bu, qəlbin məsələsidir. İnnə liqətlil Hüseyn hərarətən fi qulubil müminin la təbrudu əbəda. Peyğəmbər buyurur, Hüseynin qətli ilə möminlərin qəlbində bir od yanır ki, heç zaman sönməyəcək. Bu qeyri-ixtiyari bir şeydir bu.